Bismillahirrahmanirrahim. Qardaş sual verir ki, bəs maturudilər kimlərdir? Maturudilər, yəni bir məzhəbdir, firqədir, bidət məzhəblərindən biridir. Hansı ki, Əbu Mansur Əl-Maturidiyə nisbət olunur. Əbu Mansur Əl-Maturidi, Muhammed ibn Mahmud Əl-Maturidi Əs-Səmərqandidir. Yəni o kəsə nisbət olunurlar və onlar bir çox məsələdə elmi ilə uğraşmışlar və deməli ağlı önə çəkmişlər, əqləni kimi olmuşlar və bunda deməli bu mövqedə olmasında yəni əqli nəqildən önə çəkmişlər. Mötəzilə və Cəhmiyyə və başqalarının fikirlərindən təsirlənmişlər. Və bu məzhəb, bu firqə əşariliyin içindən çıxmışdır. Belə deyək, həmin o Əbu Mansur Əl-Maturidi bəzi fikirlər açıqlamışdır. Tövhid adında bir kitab yazmışdır və əşarilikdən çıxmışdır və belə deyək, öz fikirlərində bir çox fikirlərində belə deyək, Mötəzilə və Cəhmiyyə məzhəbindən təsirlənmişlər və bəzi məsələlərdə misal üçün Allahın sifətlərini təvil etmişdir. İrca, yəni murciyəli bidətinə vaqe olmuşdur və onların dediklərini demişlər və sairə və sairə və sairə. Yəni belə bir məzhəbdir, belə deyək, zəlalət firqələrindən biridir və sələfə müxalif olan firqələrdən, məzhəblərdən biridir. Muxtasar bu qədər. Allah bilir. Esselamu aleykum və rahmetullahi və barakatuhu.